fısq etdim, insan öldürdüm, şərab içdim, zina etdim. Mən necə peşimanam Allahım. Mənim ilahım sənsən. Mən buraxdım bu şərabın ilah olmasını. Mən buraxdım zinanın ilah olmasını. Nəfsimin kölə olmasını buraxdım Allahım. Gəldim sənin huzuruna, məni bağışla. Baxın, kimin xoşuna gəlmir gəlməsin. Kim inciyir incisin. Bu adam kim olubsa keçmişdə Allah onu təmizləyəcək. Allah onu bağışlayacaq. Mülkün sahibi Allah onu sevəndən sonra. Biz kimik ki, intiqamımıza, qisasımıza görə sevməyək. Biz də deyəcəyik ki, bəli, mənim Rəbbimin dostusansa, artıq biz də səninlə halallaşdıq. Bəli, dəyərli müsəlmanlar, bu kəlimə o qədər böyükdür. Amma bu kəlmədən kimsə istifadə edə bilməz. Yəni, la ilahə illallah dedi, get daşları qucaqlar, nə bilim, taxtalara sarıl, nələrdənsə yardım istə, bunlar bir-birini pozur. Yəni, elə bir tərəfdən birini tərifləyib, digər tərəfdən söyürsən. Necə ki, o tərifin söyüşdən sonra zay olub gedir, bir özünə müsəlman deyənin də şirkdən sonraki tövhidi yox olur gedir. Ona görə tövhid tək olmalıdır. Yalnız Allaha sarılaraq, Allahdan yardım istəmək, bütün ehtiyaclarını ondan istəmək. Bəli, ona görə də bu kəliməni, dəyərli müsəlmanlar, gün ərzində fərqli zamanlar vardır ki, misal üçün, onlardan biri İmam Buxarinin və İmam Müslimin səhih sənədi ilə Əbu Hüreyrə radiyallahu anhudan rəvayət etdiyi hədisdə Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim gün ərzində, gün deyəndə, dəyərli müsəlmanlar, günəşin doğuşundan batışına qədər olan zamana deyirlər gün. Amma bir sutka isə 24 saatdır, gecəsi ilə birlikdə sayılır. Deməli, gün ərzində deyəndə ən doğrusu sübh namazından, daha doğrusu sübh namazından məğrib namazına qədər olan zamanda. Kim, bax, gün ərzində 100 dəfə deyərsə, La ilahə illallah vahdehu la şərikə ləh, ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir. Kim bu kəliməni gün ərzində 100 dəfə deyərsə, Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. O adam sanki 10 qul azad edib. 10 qul azad edib. İndi qul yoxdur